Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aprelin 21-də Respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Xeyirli olsun. 2026-cı ilin yanvar-mart ayları ərzində 10.102 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin edilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onların 60,96%-ni kişilər, 39,04%-ni isə qadınlar təşkil edib.